Salam dəyərli izləyicilərim. Bu gün mətbəximizdən Cənub bölgəsinin ətri gəlir. Azərbaycan süfrələrinin şah əsəri olan bol qozlu və turşulu ləvəngi hazırlayırıq. Ləvənginin ən vacib mərhələsi məsələ onun içliyidir. Əvvəlcə qozu və qırmızı soğanı blenderdən keçirdirik. Bunu ət çəkən maşınla da edə bilərsiniz. Soğan içliyə acılıq verməsin deyə onun suyu mütləq sıxılmalıdır. Bir marlə götürüb soğanın suyunu son damlasına qədər sıxın. Bir qabın içərisinə xırdalanmış qozu, sıxılmış soğanı, palçıq turşusunu və ədviyyatlardan da duz, istiot əlavə edib qarışdırırıq. Əgər sizdə belə bir tekstura alındısa, demək ki, hər şeyi düz eləmisiniz. İndi isə toyuğu hazırlayırıq, lazımsız hissələrini kəsirik. Toyuğun üzərində də bir neçə yerdən kəsiklər edirik. İndi isə toyuğun marinadını hazırlayaq. Bunun üçün palçıq turşusuna duz və istiot əlavə edib qarışdırırıq və toyuğun həm üzərinə, həm də içərisinə çəkirik. Hazırladığımız içliyi də sıx şəkildə toyuğun içərisinə yerləşdiririk. Sonda isə toyuğu ən azı 2 saatlıq soyuducuda saxlamaq lazımdır ki, marinadı canına çəksin. Soba listinə 1 stəkan su da əlavə edib ləvəngimizi əvvəlcədən 180 dərəcəli isidilmiş sobada təxmini 2 saat ərzində bişiririk. Mən sobanın ən alt hissəsində bişirdim. Və budur, üzəri nar kimi qızarmış, içi bol ləzzətli ləvəngimiz hazırdır. Ətri bütün evi bürüyüb, dadı isə sözlə izah olunası deyil. Əsl Cənub ləzzəti budur. Resepti itirməmək üçün yaddaşa verin və dostlarınızla paylaşmağı unutmayın. Hazırlayıcı olan hər kəsə indidən nuş olsun. Süfrələrinizdə hər zaman bol ruzulu, bərəkətli olsun. Növbəti ləzzətli videolarda görüşənədək özünüzə yaxşı baxın, hələlik.